Salam əziz izləyicilər. Bugün biz Dövlət İmtahan Mərkəzinin 20 variant sınağından 4-cü variantın izahlarına baxacağıq. Deməli, başlayaq bu mövzuya. Bu mövzuda kompüterin aparat təminatı, proqram təminatı və əməliyyat sistemləri yer alır. Sual 1. Tətbiqi proqram təminatına aid olanları müəyyən edin. Bildiyimiz kimi software, yəni proqram təminatı 3 yerə bölünür. Sistem proqram təminatı, tətbiqi proqram təminatı, bir də proqramlaşdırma dilləri. Sistem proqram təminatı özü 2 yerə bölünür. Əməliyyat sistemləri və xidmət proqramlar. Tətbiqi proqram təminatına aid olanlar isə müəyyən məsələnin həlli üçün nəzərdə tutulmuş proqramlardır. Konkret müəyyən məsələnin həlli üçün. Məsələn, Yukon verilənlər bazasını idarə etmək üçündür. Excel cədvəl prosesorudur. OpenOffice kalkulyator, bu da cədvəl prosesorudur. Ona görə də tətbiqi proqram təminatına aid olanlar olacaq 2, 1, 2, daha doğrusu 2, 3, 5, uyğun variant A variantı. Keçdik ikinci suala. Qrafik redaktorlara aid olanları müəyyən edin. Qrafik redaktorlar, yəni təsvirlərlə işləmək üçün aid olan proqramlar. Bunlara aiddir PaintNet, bunlara aiddir Corel Painter, bunlara aiddir GIMP. Microsoft Access verilənlər bazasıdır. WordPad isə mətn redaktorudur. Ona görə də uyğun variant 1, 3, 4, yəni A variantı olar. Üçüncü sual. Kursorun idarə olunması klavişinə aid deyil. Bildiyimiz kimi kursorun idarə olunması klavişləri Home, End, Page Up, Page Down və sağa, sola, yuxarı, aşağı olan klaviatura oxlarıdır. Burada aid olmayan klaviş Shift-dir ki, Shift də xidməti klavişlərə aiddir. Yeri gəlmişkən xidməti klavişlər Enter, Backspace, Delete, Tab-dır, Alt-dır, Control-dur. Yəni, bu kimi klavişlər adlanır xidməti klavişlər. Yəni, cavab variantı olur C. Dördüncü sual. Xidməti klavişlərə aid deyil. Xidməti klavişlərə aid deyil. Enter xidməti klavişdir. A hərf rəqəm qrupuna aiddir. Ctrl xidməti klavişdir. F3 funksiyonal klaviatura düymələrinə aiddir. 8 də hərf rəqəm qrupuna aiddir. Yəni, xidməti klavişlərə aid olmayanlar 2, 4, 5 olar, uyğun variant A olar. Beşinci sual. Həm giriş, həm də çıxış qurğularına aiddir. Həm giriş, həm çıxış qurğularına aid olan burada sensorlu ekrandır. Çünki klaviatura girişdir, görüntü skaneri girişdir, touchpad girişdir, səs uzaqdan çıxışdır. Yəni, uyğun variant C variantı. Altıncı sual. Giriş qurğularına aid olanları müəyyən edin. Prosesor giriş qurusu deyil, emal qurusudur. Bu deyil, bu deyil. Joystick giriş qurusudur. Monitor proyektor deyil, scanner giriş qurusudur. Monitor çıxış qurusudur, proyektor çıxış qurusudur. Giriş qurusuna aid olanlar, giriş qurusuna aid olanlar. Yalnız burada 3 və 4 olacaq. Uyğun variant A variantı. 7-ci sual. 7-ci sual. 7-ci sualda isə biz deməli nəyə fikir veririk? 7-ci sualda biz nəyə fikir veririk? Hansı qurğu kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuya bilir? Ştrix kod skaneri, görüntü skaneri, maqnetik skaneri və s. Bildiyimiz kimi skanerin əsas 3 növü var. Ştrix kod skaneri, görüntü skaneri, bir də maqnetik skaner. Ştrix kod skanerləri barkodları oxuyur. Görüntü skanerləri təsvirin rəqəmsal formasını, yəni elektronlaşdırılmış formasını kompüterə ötürür. Adətən printerlərlə bir yerdə də ola bilir və printerə oxşayan qurğudur. Maqnetik skaner isə daha çox ATM-lərdə kredit kartlarının arxasındakı tipi oxuyan skanerdir. Ona görə də buna uyğun variant C variantı olar. Keçək növbəti səhifəyə. 8-ci sual. Hansı səhifədə hissanın göstəricisinin forması dəyişir? Dəyişmək olar. Bu, hazır, belə deyək, deklarativ bilikdir. Yəni, bunu axtarıb tapmaq lazımdır. Bu da ki, biz mouse yazsaq, mouse settingdə göründüyü kimi burada additional mouse setting
Bura daxil olsaq, burada pointer bölməsindən mouse'un formalarını seçmək olur. Ona görə də uyğun variant olar pointer, yəni B variantı olar. Qəbula bu tipli suallar addən düşmür. Amma hər ehtimala qarşı bilməyiniz, öyrənməyiniz yaxşıdır. 14-cü sual. Sistem proqram təminatına aiddir. Mən oradan-buradan baxacağım burada səhifəni tez-tez dəyişməmək üçün. Sistem proqram təminatına aiddir. 14-cü suala baxırıq. Driverlər sistem proqram təminatının xidməti proqram növünə aiddir. Bəli, aiddir. Antivirus proqramları, bəli, xidməti proqramlar sistem proqramlarına aiddir. Mozilla Firefox xeyr. Mozilla Firefox tətbiqi proqram təminatına aiddir. Kompüter oyunları tətbiqidir. Scribus tətbiqidir. Buna uyğun variant 1-2 olar, yəni E variantı olar. 9-cu sual. Monitorun növlərinə aid olanları müəyyən edin. Monitorun əsas növləri matrisli, şırnaqlı və lazerlidir. Ona görə də burada uyğun variant. Daha doğrusu, üzr istəyirəm, mən monitorun növlərini saydım. Monitorun növlərini deyir də, bəli, mən qarışdırdım biraz. Monitorun növlərini deyir. Burada olacaq, bəli, monitorun növləri elektron şüa borulu, LCD, bir də maye kristal. Mən printer növlərini qarışdırdım. Bir anlıq printer başa düşdüm. Deməli, maye kristal, LCD və elektron şüa borulu. Bu 3 növ monitorun əsas növləridir. Daha sonra keçid alaq növbəti suala. Yeri gəlmişkən burada bir də haşiyə çıxaq ki, maye kristal elə LCD deməkdir. Sadəcə olaraq ayrı-ayrı veriblər. Eyni mənada daşıyırsınız. Bir də plazma monitorlar var. Plazma monitorlar ion texnologiyasına işləyir. Keçək 15-ci suala. Paralel gedəcəyik. Burada həm soldan, həm sağdan suallara baxacağıq. Verilənlər bazasının idarə olunma sistemlərinə aiddir. Kalk xeyr, bu cədvəllərlə işləmək üçündür. Access bəli. Access okeydir. Mozilla Firefox xeyr, browser proqramıdır. MySQL bəli. Google Chrome xeyr, browser proqramıdır. Yəni uyğun variant 2 və 4 olar, B variantı olar. 10-cu sual. Printerin növlərinə aid deyil. Printerin növləri matrisli və şırnaqlıdır. Printerin növlərinə aid deyil. Görüntülü, çünki bu skaner növüdür. Ştrix kod, bu da skaner növüdür. LCD isə monitorun növüdür. Yəni aid olmayanlar bunlar olacaq. Uyğun variant 2, 3, 4 olar. Yəni A variantı olar. 16-cı. Proqramlaşdırma alətlərinə aid olanları müəyyən edin. Proqramlaşdırma alətlərinə aid olanlar Logo proqramıdır, Pascal'dır və Python'dır. Photoshop qrafik redaktordur, tətbiqi proqramdır. Oracle isə verilənlər bazasına aid olan tətbiqi proqramdır. Yəni bunlar deyil. 1, 2, 4 uyğun variant B variantı. Keçid alaq növbəti suallarımıza. Sol tərəfdən 11-ə baxaq. Giriş qurğularına aid deyil. Giriş qurğuları kompüterə informasiyanı daxil edən qurğulardır. Web kamera giriş qurğusudur. Optik disk informasiya daşıyıcıdır. İnformasiya saxlamaq üçün istifadə olunan qurğudur. Operativ yaddaş giriş-çıxış qurğusu ümumiyyətlə deyil. Yəni periferiya hissəsinə aid deyil, kompüterin mərkəzi hissəsinə aid olan qurğudur. Ana lövhə deyil, qrafik planşet giriş qurğusudur. Ana lövhə deyil, amma qrafik planşet giriş qurğusudur. Belə deyək də, burada bir qədər çaşqınlıq olmasın. Biz giriş qurğularına aid olmayanları seçirik. Ana lövhə aid deyil, optik disk aid deyil, operativ yaddaş aid deyil. 2, 3, 5 uyğun variant D variantı olar. Keçdik sağ tərəfdən 17-ci suala baxaraq. Proqramlaşdırma alətlərinə aid deyil. Proqramlaşdırma alətlərinə aid deyil. C++ proqramlaşdırmadır. Adobe InDesign bu nəşriyyatdır, aid deyil. Biri budur. Basic proqramlaşdırmadır. Writer mətn redaktorudur, bu da aid deyil. Və PowerPoint təqdimatdır, tətbiqidir, bu da aid deyil. Yəni 2, 3, 5 doğru variant olar. Keçid alaq növbəti suallara. 12-ci sual. Proqram təminatı növünə aid deyil. Proqram təminatı növünə aid deyil. Bildiyimiz kimi proqram təminatı 3 yerə bölünür. Sistem proqramları,
sistem proqramları, tətbiqi proqramlar, bir də proqramlaşdırma alətləri. Burada aid olmayanlar Utilit və Microsoft Access olacaq. Yəni proqram təminatının növünə aid deyil, təsnifatına aid deyil. Uyğun variant 2, 4 olar. Keçdik 13-cü suala. Əməliyyat sistemlərinə aiddir. DOS ilk əməliyyat sistemi, bəli, MS-DOS, yəni IBM tipli kompüterlərdə yaradılmış ilk əməliyyat sistemidir, MS-DOS. Daha sonra Mac-OS, bəli, bu da Apple kompüterlərində işləyən əməliyyat sistemidir. O platformaya aiddir. Buna uyğun variant yalnız 1-3 olar. Digərləri Access verilənlər bazasına aid olan tətbiqi proqramdır. GIMP qrafik redaktorudur, Paint qrafik redaktorudur. Keçək 18-ci suala. Tətbiqi proqram təminatına aid deyil. Tətbiqi proqram təminatına aid deyil. Yəni ya sistem proqram təminatına aid olmalıdır, ya da proqramlaşdırma dilinə aid olmalıdır. Gəlin baxaq. Scribus bu tətbiqi proqram təminatına aiddir, nəşriyyat proqramıdır. Adobe InDesign tətbiqidir, nəşriyyatdır. MacOS bəli, bu aid deyil, çünki əməliyyat sistemidir. Basic aid deyil, çünki proqramlaşdırmadır. Linux aid deyil, çünki proqramlaşdırmadır. Daha doğrusu əməliyyat sistemidir. Linux əməliyyat sistemidir. OpenOffice Impress isə tətbiqi proqram təminatına aiddir və təqdimat proqramıdır. Ona görə də uyğun variantlar tətbiqi proqram təminatına aid deyil. MacOS Basic Linux. Yəni MacOS əməliyyat sistemi, Basic proqramlaşdırma, Linux isə əməliyyat sistemidir. Uyğun variant 3, 4, 5 olar, yəni Y variantı. Keçək növbəti suallara. 19. Fərdi kompüterlərin növlərinə aid olanları müəyyən edin. Bildiyimiz kimi fərdi kompüterlərin növləri masa üstü, diz üstü və planşet olacaq. Yəni D variantı. Sensorlu ekran kompüter növü deyil, lazerli ümumiyyətlə nəyin növüdür? Printerin növlərindən biridir. 20-ci sual. Windows əməliyyat sistemində mümkün olan fayl adlarını müəyyən edin. Windows əməliyyat sistemində hansı işarələrdən istifadə etmək olmaz? Sol slash, sağ sol slash, düz slash, dırnaq işarəsi olmaz, sual işarəsi olmaz, ulduz olmaz, qoşa nöqtə olmaz, böyük kiçik işarələri olmaz. 9 dənə simvol var ki, bu işarələr Windows əməliyyat sistemində fayl adında istifadə oluna bilməz. Gəlin baxaq. Mümkün olan fayl adlarını istəyir. Info1 olar. Ət işarəsi olur. Slash var, olmaz. Qoşa nöqtə var, olmaz. Və 5-ci də olar. Yəni, heç problem yoxdur. Uyğun variant 1, 2, 5 olar. 1, 2, 5, yəni A variantı olar. Keçdik 24-cü suala. Hansı ifadələr doğrudur? Prosesorun takt tezliyi hertzlə ölçülür. Bəli, hətta müasir kompüterlərdə prosesorun takt tezliyi gigahertzlə ölçülür. Keş yaddaş kompüterin sərt diskində yerləşir. Bu yanlışdır. Keş yaddaş prosesor və RAM arasında yerləşir. Bir hissəsi isə prosesorun üzərində yerləşir. Ona görə bu yanlış olur. Sərt disk, SSD sərt diskdən daha sürətlidir. Bəli, doğru cavabdır bu. SSD-lər flash yaddaş texnologiyasına işləyir, elektron daşıyıcılara aiddir və daha sürətlidir. Xidməti proqramlar kompüterin tətbiqi proqramlarına aiddir qətiyyən. Xidməti proqramlar utilitlər adlanır və utilitlər özləri də 4 yerə bölünür. Antiviruslar, arxivatorlar, testləmə proqramları və driverlər. Onlar tətbiqi proqramlar təminatına aid deyillər. Test manager proqram vasitəsilə proqramın işini dayandırma olar, təbii ki, dayandırma olar. End test düyməsi ilə dayandırmaq mümkün olur. Disk defragmentə proqramında diski defragmentlənmək üçün istifadə olunur. Tamamilə doğrudur, bəli. Səpələnmiş faylları yığır və yenidən boş yerlərə yazır və diski sərgiyə salır. Ona görə də doğru ifadələr 1, 3, 1, 3, 5, 6. Deməli, qeyd edək. 1, 3, 1, 3, 5, 6. 1, 3, 3, 5, 5, 6. 1, 3, 5, 6. 25-ci sual. Klasterin həcmi 8 KB olarsa, hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq? Klasterin həcmi 8 KB olursa, deməli 300 KB-lıq fayl 8 bölünür. 308-ə bölsək, alarıq 2 dəfə, daha doğrusu 3 dəfə alırıq, 3 dəfə, 3, 8, 24, 60, 68-ə bölsək, 7 dəfə, 37 dəfə, 37.5 KB alırıq. Bu nə deməkdir? 37 klaster tam dolur,
Qalan yarım kilobayt, yəni 4 kilobayt keçir növbəti 38-ci klasterə. 38-ci klasterə keçid zamanı artıq həmin klasterə dolmuş yarımçıq fail həmin klasteri tam dolu göstərir. Yəni əməliyyat sistemi bu şəkildə çalışır. Ona görə də əslində 300 kilobaytlıq fail 8 kilobaytlıq klasterlə təchiz olunmuş bir diskə düşərsə, onda o 300 yox, diskdə 300 yox, 304 kilobayt yer tutmuş olur. Bəs hansı faillər öz ölçüsü qədər yer tutar? Təbii ki, 8-ə tam bölünən faillər. Çünki orada deməli artıq qalıq qalmayacaq 8-ə bölünəndə, qalıq qalmayacaq və növbəti klasteri yarımçıq eləməyəcək. O mənada əgər ədəd 8-ə tam bölünürsə, bəli, həmin kilobayt olan fail öz yerini tutacaq. Burada baxırıq 8-ə bölünənlər 300 deyil, 6 deyil, 139 deyil, 288 bəli, 72 bəli, 216 bəli. Yəni uyğun variantlar 2, 4, 6 olar. 2, 4, 6. Keçid alaq növbəti suala. 2, 4, 6. 26-cı sual. Failin tam adının doğru ardıcıllığını müəyyən edin. Failin tam adının doğru ardıcıllığını müəyyən edin. Bildiyimiz kimi failin tam adında diskin işarəsi olur. Yəni birinci D gələr. D, qoşa nöqtə, bu biraz yanlış oldu. D, qoşa nöqtə, drop, slash deyək, drop deyək, fərqi yoxdur. Daha sonra gələr informatika. İnformatikadan sonra drop var, zaten var. Daha sonra gələr sınaqlar və daha sonra gələr abituriyent.jpg. Abituriyent.jpg. Yəni düzlüşü düzsək 2, informatika 4, sınaqlar 5, abituriyent 3 və JPG-də 1. 2, 4, 5, 3, 1. 2, 4, 5, 3, 1. Bu şəkildə düzə bilərik. Keçirik 21-ci suala. Video faillərə aid uzantıları müəyyən edin. AVI, bəli. JPG xeyr, bu qrafik faildir, bu deyil. PPTX bu deyil, bu təqdimat faildir. MPG, bəli. FLV, bəli, bu da video faildir. PNG isə qrafik faildir, deyil. Uyğun variantlar 1-dir, 3-dür, 5-dir. Yəni B variantı. Keçirik 22-ci suala. zschool.exe faylı C diskindəki testlər qovluğunun içərisində yaradılmış sinif qovluğunun içərisində yerləşir. Deməli, C diski var, içərisində testlər qovluğu var. Testlər qovluğunun içərisində sinif var. C, testlər, sinif. Sinifin də içərisində zschool.exe var. Uyğun variant elə A variantı olar. 27-ci sual. Tətbiqi proqram təminatına aiddir. Hansılar? Adobe InDesign nəşriyyatlı tətbiqidir. Scribus nəşriyyatlı tətbiqidir. Buna uyğun variant A, B variantı olar. Sistem proqram təminatına aiddir. Sistem proqram təminatına aid olanlar MacOS və Task Manager olacaq. CD olacaq. CD. Çünki sistem proqram təminatına aid olanlar ya əməliyyat sistemi olmalıdır, ya da xidməti proqramlar olmalıdır. MacOS əməliyyat sistemidir. Task Manager isə xidməti proqramdır. Ona görə də CD uyğundur. Və proqramlaşdırma alətlərində də Basic, Y uyğundur. İçədə Y uyğundur. Keçid alaq növbəti suallara. 23-cü sual. Kompüterin parametrlərinə əsasən onun əməli yaddaşın həcmini gigabaytla müəyyən edin. Əməli yaddaş RAM adlanır və əməli yaddaşın RAM-ın növləri var. DDR4, DDR5 və s. Və göründüyü kimi burada DDR4 32 GB bizim kompüterimizin əməli yaddaşının həcmidir. Yəni cavab 32 olar. Burada Intel Core i9 bu bizim prosesorun versiyası 13-13-cü nəsildir. 512 GB SSD bu sərt diskdir. 512 GB xarici yaddaşdır. RTX 4090 8 GB bu video yaddaşdır. Və monitorun da ölçüsü 16 düymə bərabərdir.
Keç alaq 28-ci suala. Cədvəlin faylların adları verilmişdir. Onların qrafik faylların, bax burada diqqət olunmalı məqam. Qrafik faylların diskdəki həcmləri cəmini kilobaytla müəyyən edilir. Bir klaster 8 kilobayt. Qrafik faylları əvvəl nəzər yetirək, yadımızdan çıxmasın sonra. JPG qrafikdir, ODG qrafikdir, text mətindir, PNG qrafikdir. Doc əsas uzantıya baxırıq, nöqtədən sonraki hissəyə baxırıq. Doc mətindir, bu da deyil və bu Excel'dir, bu da deyil. Beləliklə, biz baxırıq 33-ə, biz baxırıq 39-a, biz baxırıq 75-ə. Amma burada bir məqama diqqət etmək lazımdır, 8 kilobayt məsələsinə. Əgər 33 kilobaytı 8 qablara doldursaq, 32 dolacaq, yəni 4 klaster dolacaq. Amma 1 kilobayt artıq qalacaq, keçsək növbəti klasterə. O zaman qeyd etdiyimiz kimi əməliyyat sistemi həmin o klasteri tam şəkildə dolu hesab edir. Ona görə də 32-dən sonra artıq qalan 1 kilobayt növbəti klasteri tam dolu göstərir. Yəni 32 plus 1 yox, 32 plus 8 fikirləşin. Yəni klasterin hər birinin ölçüsü 8 kilobaytdır. Ona görə də bu 33 kilobaytlıq fayl diskdə 40 kilobaytlıq yer tutur. 40. Eyni məntiqdən 39 kilobaytda diskdə 40 kilobayt yer tutur. 75 kilobaytda 8-ə tam bölünmədiyinə görə 75-dən sonra gələn və 8-ə bölünən ədəd qədər yer tutur. Yəni 80 kilobayt yer tutur. Beləliklə bunların da cəmini hesablasaq cavab olar 160 kilobayt. 160 kilobayt. Keçid alaq 29-cu suala. İnformasiya həcmləri 19, 26 və 40 kilobayt olan faylların diskdə yerləşdirilməsi üçün lazım ola biləcək maksimum və minimum klaster sayının cəmini hesablayın. Burada diqqət olunmalı məqamlar nədir? Birincisi maksimum və minimum məsələsi var. İkincisi də 1 kilobayt və 21 kilobaytın arasında yerləşməlidir X və X tək olmalıdır. Tək olmalıdır. Bu məsələyə fikir verin. Təsəvvür edək ki, biz klasterlərin hal-hazırda maksimum sayına baxırıq. Klasterlərin maksimum olması üçün, sayının maksimum olması üçün bir klasterin həcmi minimum olmalıdır. Həcm az olmalıdır ki, say çox olsun. Eyni yükü daşımaq üçün say çox olsun. Ona görə də biz burada maksimumla başlayırıq. Deməli, klasterlərin sayının maksimum olması üçün klasterin ölçüsü minimum olmalıdır. Baxırıq ki, 1 ilə 21 arasında tək ədəd, tək natural ədəd, ən kiçik, ən minimum 3-dür. Götürürük 3 kilobaytı, 3 kilobaytı, 3 kilobayt. Onda 19 3-ə bölünürmü? 19 3-ə bölünürmü? 19 böl 3 nə düşür? 19-u 3-ə bölsək, burada 19-u bu biraz sərgəsiz oldu. 19-u 3-ə bölürük. 19 böl 3. PDF-dən bir qədər yaxşı yazmaq olmur. 3. Düşür 6 dəfə qalıq qalır. Deməli 19 kilobayt fayl. Klasteri 3 kilobayt olan diskdə 19 qədər yer yox. 19-dan sonraki 3-ə bölünən ədəd qədər yer tutacaq. Yəni 21 qədər. Ona görə də 19-un tutduğu yer olur 21. 26 3-ə bölünmür. Deməli 3-ə bölünən növbəti ədəd qədər yer tutacaq. 27. 40 da 3-ə bölünmür. 3-ə bölünən növbəti ədəd qədər. Yəni 42 qədər yer tutacaq. 42. 21, 27, 42 və burada saylara baxsaq, 21 3-ə böləndə 7, 27-ni 3-ə böləndə 9, 7, 9, 7, 9, 42-ni də 3-ə böləndə 14. Burada 7, 9, 14 edir. 30 klaster. İndi keçid alaq. Burada minimum saya baxaq. Klasterin sayının minimum olması üçün klasterin ölçüsü maksimum olmalıdır. Klasterin də ölçüsü 21 ilə 1 arasında yerləşən tək ədəd olduğu üçün maksimum klasterin ölçüsü 19 ola bilər. Klasterin ölçüsü 19 olarsa 19 kilobaytı bir klaster bəs eləyər. 26 kilobayta artıq 2 klaster lazımdır. Çünki 2 klaster 38 tutur. 26 19-a tam bölünmür. Deməli qalıq qalacaq. Bir klaster yox, 2 klaster lazımdır. Və 40 da 19-a bölünəndə 2 dəfə tam verir və qalıq qalır, 3-cüyə keçir. Ona görə də 3 klaster lazımdır. 3 klaster. Göründüyü kimi 1, 2, 3 toplasaq, burada 6 klaster alırıq. 30 klaster, o da 6 klaster. Onların cəmini istəyir. Cavab 36.
Cavab 36 olur. Keçək sonuncu suala. Sonuncu sualımızda bizi nə gözləyir? Burada 30-cu sualdır. Həcmi 1 megabayt olan diskə informasiya həcmi 26 kilobayt olan ən çoxu neçə fayl yerləşdirmək olar və neçə klasterdə boş yer qalmaz? Bir klasterin həcmi 5 kilobaytdır. Əgər bir klasterin həcmi 5 kilobaytdırsa, onda 26 kilobayt nə qədər yer tutacaq diskdə? 5 bölünəcək, 25-i götürəcək, 1 kilobayt keçəcək növbəti klasterə. Hər klasterdə 5 kilobayt olduğu üçün növbəti klaster tam dolu göstərəcək. Yəni, bu 30-un yerini tutmuş olacaq. 30-un. Ona görə də biz 1 megabayta neçə faylın yerləşdirməsi üçün Mini24-ü 26-ya yox, 30-a bölməliyik. 30-a bölməliyik. Təsəvvür edin ki, həcmi 100 megabayt olan diskə 30 megabaytlıq neçə fayl yerləşdirə bilərsiniz? Təbii ki, 100 bölü 30, 3 fayl yerləşdirə bilərsiniz. 4-cü yerləşməyəcək artıq. Ona görə də bölüb tamı götürmək lazımdır. Mini24-ü 30-a bölürük. Burada düşür 34 tam nə qədər? 34-dən biraz böyük rəqəm alınır, amma biz tamı götürəcəyik. Çünki artıq qalan artıq yer yoxdur, yerləşməyəcək. Deməli, ən çoxu neçə fayl yerləşdirmək olar? Cavab 34. Bu aydın oldu. Ən çoxu neçə fayl yerləşdirmək olar? 34. Yaxşı, bəs indi neçə klasterdə boş yer qalmaz? Neçə klasterdə boş yer qalmaz nə deməkdir? Bizdə 26 kilobaytdır bir fayl. Bir fayl 26 kilobaytdırsa, onun 5 klasteri hərəsi 5 kilobaytdan tam dolur. 5 kilobaytdan tam dolur. 1 kilobayt isə, bir klaster isə yarımçıq olur. Yəni, hər klaster 5-də axı. 26-nı 5-ə bölsək 5 dənə klaster tam dolacaq. Yəni, burada boş yer qalmayacaq. Deyir, klasterdə boş yer qalmaz. Boş yer qalmaz nə deməkdir? Yəni, tam dolar. 26-nı 5-ə böləndə nə düşür? 5. Hər faylda 5 klaster tam dolur. Bir də artıq qalır, düzdür? Ona görə də bizdə 34 fayl varsa, hərəsində 5 klaster tam dolmuş olacaq. Onda yekun cavab olaraq 34 dənə klasterin, hərəsi 5 kilobaytdan. Hərəsi 5 klasterdən. Hərəsinin 5 klasteri tam dolur. Yəni 25-i tam doldururlar. Ona görə də 34-5, 170 dənə klaster tam dolar. Yəni burada boş yer qalmaz. Bizdən boş yer qalmaz deyir. Yəni tam dolar. Ona görə də deməli neçə klasterdə boş yer qalmaz? Cavab 170 klasterdə. Yekun cavab 34 və 170. Bu şəkildə də cavablandırırıq. Bölmə bitir. Bu günlük bu qədər. Bütün suallar bitdi. Növbəti videolarda görüşərik. Sağ olun.